Xoş gördük əziz dostlar. Bilirsiniz, Maduro ətrafında, yəni Venezuela ətrafında Amerikanın gücləşməsi, həm istənilən hərbi hava qüvvələrinin yerləşdirilməsi, həm hərbi dəniz donanmasının Karakas ətrafını, Venezuelanı nəzarətə götürülməsi işləri çox ciddi surətdə gedirdi. Bu barədə biz sizə məlumat vermişdik, amma bu günləri artıq geri sayım başladı və Amerika artıq Venezuelaya zərbə vurmaya başlayıb. Həm Karakas ətrafında olan hərbi hissələrə, həm də artıq məlumatlar var ki, Amerika desant qüvvələri Venezuelaya və Karakasa enməkdədir. Fikir verirsinizsə, həm Venezuela ətrafında, həm də İran ətrafında bu hadisələr başladı. Bunlar əlbəttə ki, şər oxunun uclarıdır. Şər oxunun ucları dedikdə Rusiyanın müttəfiqləridir. Rusiyanın müttəfiqi olan Venezuela, Rusiyanın müttəfiqi olan İran. İranda bu hadisələr başlayandan sonra İranın da müəyyən mənada zaten zəifləmişdi, başı özünə qarışmışdı. Amma artıq ən layiqli məqamda, ən vacib məqamda Karakasa enmə başladı. Yəni Amerikanın desant qüvvələrinin Amerikaya, daha doğrusu Karakasa enməsi barəsində məlumatlar gəlir. Böyük ehtimalla bu plan kifayət qədər güclü hazırlanıb və nəzərə almaq lazımdır ki, Venezuela hökuməti olan Maduro'nun xalq tərəfindən heç bir elektoratı, heç bir gücü, heç bir dəstəyi yoxdur və tez bir zamanda bu əməliyyat bitəcək. Bu əməliyyat bitdikdə də sizə nəzərə alaq ki, Rusiyanın vəziyyəti, İranın vəziyyəti və özünü çox qütblü dünyada hiss etmək istəyənlərin vəziyyəti heç də yaxşı olmayacaq. Təşəkkür edirəm diqqətinizə görə.